Hər səhər gözümüzü açarkən günə iki fərqli variantda oyanmaq imkanımız var. İlki, həyatımızdakı mövcud problemləri düşünmək və bu problemlərin bizim üçün gətirdiyi sıxıntılara köklənmək. Digəri isə, real problemi olduğu kimi qəbul etmək və bugün bu problemin həlli ilə bağlı nə kimi addım ata bilərəm deyə düşünmək. Bəlkə də mahiyyət etibarilə bunlar ikisi də sizə eyni gələcək. Amma məsələ biraz fərqlidir. İlkin variantda biz daha çox problem odaqlı, problem yönümlü insan oluruq və buna görə də həyatımızdakı problemləri düşünərək əslində bilmədən problemlərimizin sayını artırırıq. Digər variantda isə biz həll yönümlü insan oluruq və həll yönümlü insan olduğu üçün mövcud problemlərdən hər zaman bir çıxış yolu tapırıq. Hər günün seçimi və hər günə necə başlamağın seçimi əslində bizə aiddir. Və siz bu gününüzə necə başladınız? Gününüz xeyirli olsun, uğurlu olsun.